Hər vaxtınız xeyir olsun dəyərli izləyicilərimiz. Dırdır bir müddət sonra yenidən efirdədir. Həmkarım İlkin Sultanlı ilə bərabər ölkə futbolumuzda baş vermiş maraqlı futbol hadisələrinə toxunub, onun pərdə arxasında baş verən diqqət çəkən məqamlarını sizinlə birlikdə müzakirə edəcəyik. Xoş gəldin Sənəm. Uzun müddət idi ki, verişi çəkmirdik. Bir çoxları narahat olmuşdu. Elə bilmişlər bağlamışıq, amma hər şey qaydasındadır. Mən MDB oyunlarındaydım. Sən də sonra səfər etdin xaricə. Bəli, Türkiyə səfəri var idi. İşlə bağlı bir səfər oldu. Amma Dırdırdan ötürü və səndən ötürü darıxmışdım. Eyni. Yəni izləyicilərimizdən də çox saylı mesajlar vardı. Ona görə dedim, izləyicilərimizlə birlikdə müzakirə edəcəyik. Çünki bizim bu mövzuları seçmə səbəbimiz izləyicilərimizin ölkə futbolunda hansı yəni paylaşılan həmkarlarımızın, həmçinin sənin paylaşımlarına bildirdikləri rəylər və oradan seçilən mövzulardır. Və biz də bunları bu masaya yatırıb artıq daha geniş fonda özümüzə məxsus şəkildə bir fikir bildirəcəyik. Niyə masada deyirəm? Artıq bizim studiyamıza dəyişib masa konseptində mövzularımızı müzakirə etməyə davam edəcəyik. Məncə başlayaq. Başlayaq. İlk mövzu elə sənin bir Facebook platformasında paylaşdığın statusuna bağlı olacaq. Azər Bağırovun Bir Doğrusu İki Səhvi adlı başlıq altında paylaşımım var və buradan mən iki mövzu çıxartmışam. Niyə iki mövzu? Birincisi Azər Bağırovla bağlı məqamdır. Çünki Azər Bağırovun Bir Doğrusu İki Səhvi adlanır və Azər Bağırovun mətbuat konfransında söylədiyi fikirlər var ki, hansı ki dinimizdə 3 hakimdən ikisi cəhənnəmlikdir və kimi bir onlara qərarları yedizdirəcəklər. Uğursuz bir açıqlama olmuşdu. Yəni emosionallıqla söylənən fikirlər olduğunu düşünürəm, amma mənim fikrimcə bir məşqçi bunu deməməlidir. Yəni ümumən mətbuat konfransına dini gətirmək və bunu düzgün qəbul etmirəm. Dini fikirlərlə çıxış etməyi də düzgün qəbul etmirəm. Sən fikirlərini dinlə, çünki çox sərt şəkildə bir tənqidim var. Ya açığı mənim fikrim sırf Azər Bağırovla bağlıdır. Azər Bağırov, yəni belə deyək də, yaxşı mənada yox, ümumiyyətlə konkret həddini aşdı. Birincisi, artıq Azər Bağırovun özü də dərk edir ki, Kəpəzdə işlər qaydasına getmir və başlayıb bəhanələr axtarmağa və vəziyyətin daha da pis olduğunu bilir. Ona görə bir özünün də o əvvəlki toparlama sistemi alınmır, Araz-Naxçıvana gəldi, yeni rəhbərlik gəlmişdi və toparlandı, çünki pul var idi. Sonra Kəpəzə gələndə də onun arxasında durdular və komandanı toparlaya bildi, yerli futbolçular çağırdı. İndi onu da eləyə bilmir, çünki limit məsələsi var, limitə görə pul verməlidirlər əlavə. Ona görə hər futbolçunu gətirə bilmirlər və işlərin qaydasında getmədiyini görür və özü də danışıq tərzində əndazəni aşır. Birincisi, verdiyi açıqlama səhv açıqlamadır. Yəni belə deyək də, biz Azər Bağırovu dindar bir şəxs kimi tanıyırıq və ümumiyyətlə Azərbaycan futbolunda 90% adam dindardır və müəyyən məsələlərdə dini məsələləri stat gətirirlər və bu doğru bir şey deyil. Hər bir insanın əqidəsi, düşüncə tərzi özünə məxsusdur. Hər yerdə onu göstərib özü bir yaxşı insan kimi göstərmək özü bir yaxşı insan olmamaqdır. Mən belə düşünürəm. Və bunu da dindarlıq edirsənsə də, yəni tam şəkildə eləməlisən. Çünki mənim yazımın rəyin altına və sosial şəbəkələrdəki hesablarımızda da rəylərə yazıblar ki, o hakimlərlə bağlı dediyi kəlam, ayə, nə bilim, stat, sırf o dövləti idarə edənlər haqqındadır, nə bilim, başqa hakimlərlə orada bağlı. Orada mən də Quranı Bəli. Bir neçə dəfə oxuyub bitirmişəm, yəni dərk etmək üçün. Bəli, mən də izləyicilərimizin fikrinə də qatılıram ki, burada yəni oyunu idarə edən hakim anlayışından yox, o dövrdə olan Çünki Osmanlı imperiyasında vardı. Qadılar deyildilər, qazilər deyildilər, Şeyxülislamlar var idi. Hansı ki bu hakimlərə aid edilir, yəni bu ayə. Yəni bu da o deməkdir ki, heç dini də düzəməlli şəkildə bilmirsən, yəni sən və mən də onu bildirmək istəyirəm. Yəni onu bildirdim ki, yəni ikinci məsələ ədalət təmsilçisi olduğu üçün belə. Nə bilim də, yəni bizim bir dostumuz var, İdman jurnalisti Elsəvər Muradzadə. O bir status yazmışdı.
Ki bəs Aslan Kərimova oyunun qaydaları kitablarını hədiyyə eləmişəm. Göndərmişəm. Hakim inspektorlardan biri də Elsəvərə zəng edib ki, xahiş edirəm Azər Bağırovda Qurani-Kərim hədiyyə elə. Çünki bildi-bilmədi danışır. Yaxşı ki, üzr istədi. Üzrxahlıq idi. Sadəcə bu dini filan qoyaq bir kənara, onsuz başımıza bu dini məsələlərlə bağlı ən çox da səndən mənə çox şeylər gəlir. Veriş elə bir ki, sanki belə düşünür ki, biz futbol və din üzərində qururuq. Bunu qoyaq kənara və Azər Bağırovun insani olaraq keyfiyyətlərinin belə deyək də mətbuat konfransında jargonu, küçə jargonu ilə danışır. Onlara yedizdirəcəklər bu qərara. Kim yedizdirəcək? Məsələn, yəni şeymi yedizdirəcək bu qərarları? Adil Vəliyev mi yedizdirəcək bu qərarları AFFA Hakimlər Komitəsinə və yaxud da ki, AFFA-ya? Nə edə biləcək də məsəl üçün? Nə edəcəklər? Məsəl üçün ümumiyyətlə Adil Vəliyevi sən görmüsən indiyə kimi? Yəni məsələn Orxan Məmmədovu görmüsən. Tahir Gözəli görmüsən. Ehtiram müəllimi hər gün görürük demək olar ki, dünən Tovuzda idi. Fariz müəllim Premyer Liqada 12 klub var. 11-nin rəhbərini hər oyunda görürük biz. Və adamlar işinin başındadır. Klub rəhbəri olaraq görsənlər. Orxan Məmmədov Şamaxıya gəlmişdi. Karvan Yevlaxla oyunda. Adil Vəliyev sən görmüsən nə vaxtsa, hardasa. Yəni 3 aya yaxındır ki, təyin olunub bu komanda. Bu necə rəhbərdir, hardadır? Onda bu başqa qara işlərlə məşğuldur ki, onun işçisi, onun belə deyək də baş məşqçisi buna güvənir və deyir ki, AFFA Hakimlər Komitəsinə bunu yedizdirəcəklər bu qərarları. Vallahi nə bilim, bu İntisam Komitəsi inşallah 4-cü gün açıqlanır. İntisam Komitəsi yəqin ki 5000 kluba, 5000 də Azər Bağırova, onda da yedizdirəcəklər Azər Bağırova ki, bax bu sözü danışırsan, Allah, cavabını da verməlisən. Belə üzr istətdilər klubları, öz klubu üzr istətdi rəsmi şəkildə, onda da yedizdirdilər. Bilirsən məsələ necədir? Bir şeyi danışırsansa, bunu götür-qoy eləməlisən ki, axırda problem olmasın sənə, yəni nə dediyini bilməlisən. Okey, sən ola bilər ki, çöldə, bayırda, nə bilim də, dostların arasında danışarsan, deyərsən, gülərsən, etirazını bildirərsən, amma bu efirdir, Sport canlı yayım verir, Neftçi TV canlı yayım verir. Yəni belə deyək də, sən baş məşqçisən, sən pro kateqoriyasını necə almısan? Mən çox maraqlıdır. Bu belə danışığı olan baş məşqçiyə necə pro kateqoriyasını veriblər? Çünki məşqçinin əsas predmetlərindən biri mətbuat konfranslarının çıxışlarına diqqət etmək lazımdır. Mən jurnalistəm. Mən səni provokasiyaya çəkə bilərəm, mən sənə qıcıqlandıracaq suallar verə bilərəm. Sən buna getməməlisən. Yəni sən azarkeş deyilsən, sən bir klubun məsul şəxsisən. Mən də buna görə belə yazmışdım və sözümün də arxasındayam. Düşünürəm ki, Azərbaycanda müəyyən şəxslər şəxsiyyət olaraq formalaşmayıblar. Bu şəxsiyyət olaraq formalaşmaq onların hər hansısa bir qüsurla, şəxsiyyət olaraq qüsurları var demək deyil. Şəxsiyyət olaraq formalaşmaq dövlətə, vətənə, Azərbaycan xalqına xeyir verən şəxslərə şamil olunur. Yəni ki, bu insanlar Azərbaycan futboluna xeyir verən şəxslər kimi. Yəni bu adamlar, mən Azər Bağırovun Azərbaycan futboluna bu danışıqla nə fayda verdiyini, nə xeyir verə biləcəyini düşünmürəm. Hər nə qədər yaxşı məşqçi olsa da, yaxşı idarəçi olmayandan sonra danışıq tərzi normal olmadısa, yəni başımın tacı olsun, gözümdən aşağıdır. Mən yenə qayıdıram. Şəxsiyyət olaraq formalaşmaq işini görür və işinin öhdəsindən gəlir demək deyil. Yəni Azərbaycan Premyer Liqasında işini öhdəsindən gələ bilməyən şəxs məncə yoxdur. Çünki belə deyək də, bunu eləməsələr də bunlar bacarıqsız insanlar olurlar. Bacarıqsız insanın da mən düşünmürəm Azərbaycan Premyer Liqasında yeri var. Çox rastlaşmışam. Təşkiş hallarda olur da, yəni onlar da düşürlər və yaxud da düşdülər belə deməklə onları bacarıqsız adlandırmaq olmaz. Çünki situasiyalara nəzər etmək lazımdır. Şəxsiyyət kimi formalaşmaq nə deməkdir? Şəxsiyyət kimi formalaşmaq, yəni öz işinə töhfələr də versin. Siz Azərbaycan məşqçilərindən öz işinə töhfə, öz işində uğur qazanan kim var? Təkcə Qurban Qurbanov. Avrokuboklarda mütəmadi olaraq iştirak edir.
Özünün sistemi var. Nə sistemidir? Düzdür, hə o sistemi Barselonadan öyrənib, amma təkmilləşdirib və ora ciddi nəzarət və ciddi belə deyək də nizam intizamı da əlavə edərək, məsəl üçün Qarabağda olan nizam intizamı mən inanmıram Barselonada var. Yəni əgər Qarabağda olan nizam intizam olsaydı, Lamine Yamal yəni o cür hərəkətlər eləyə bilməzdi. Və mən ona görə deyirəm ki, məqsədimiz tam şəxsiyyət olaraq formalaşdıra bilməyib və standart, yəni 3 milyonu ver, komandanı Premyer Liqada saxlasın. 5 milyonu ver, ilk 8-liyə oynasın. 7 milyon ver, Avrokuboklara can atsın. 10 milyon ver, Avrokuboklara oynasın. Biraz çoxalt büdcəni 20 milyon elə çempionluğa oynamağa çalışsın. O da çalışsın. Çünki Qurbanov və Qarabağ var. Çempion ola bilsin, yox. Və sən dediklərindən bəli, təkcə olaraq mən razı olaram ki, Samir Abbasov bir taktika, bir nəsə eləyib. Yəni hibrid futbolu Azərbaycanda ilk dəfə hibrid müdafiəçi və yarım müdafiəçini Mamadou Embocu mərkəz müdafiəçisindən sağ cinah müdafiəçisinə çəkdi və onu da həm irəli aparırdı, həm yarım müdafiəçi kimi oynadırdı, həm winger kimi oynadırdı, həm də müdafiəçi kimi. Bunu Azərbaycanda ilk dəfə Samir Abbasov tətbiq edib. Yəni bunun nəsə elədiyini demiş ola bilərik. Amma digər baş məşqçilər nə ediblər? Yəni hamısı 5-li müdafiə. Yəni o da çünki müdafiəni düzəməli, orta xətti düzəməli qura bilmirlər, müdafiə meyilli oynayırlar. Hamısı ancaq vaxt öldürməyə. Yəni Qurbanov dedi də, yəni ki, Azərbaycanın Premyer Liqasında, Azərbaycan futbolunda oyun 50 dəqiqədən artıq getmir. 90 dəqiqə oyunun 50 dəqiqəsi oyun gedir, 40 dəqiqəsi top çöldədir, kimsə yıxılır, 2 dəqiqədən bir hakim fit çalır, saxlayır. Yəni bunlar necə yəni bir öz işlərinə fayda verə bilirlər ki, yəni mənə də gətirib 5 milyon versələr, mən də vallahi deyirəm, həm jurnalist kimi, həm menecer kimi baş məşqçi birliklərinə ehtiyac yoxdur. Konkret proqramlar var, o proqramları götürürsən, baxırsan, tutaq ki, Guardiola nədən istifadə edir? Köməkçilər tutursanız və bunu tətbiq elə, getdin, oldun baş məşqçidən, yəni bu aşağılamıram onların işlərini və azaltmıram da. Sadəcə olaraq Kəpəzdə bu alınmır. Kəpəzdə bu alımı çünki idarə etmələri idarə edici deyillər, normal idarə edən şəxslər deyillər. Baş məşqçidə söhbət, başı qarşı Varabskoy söhbətlərə onu söndürür, bunu edir, ona haqqını halal edir, buna haqqını halal edir. Oturub işlərini görsələr, mən sənə bir söz deyim, mən 32 yaşım var. 15-ci il edir ki, mən idman jurnalistikasındayam. Azərbaycan Premyer Liqasında oyun haqqında fikirlərin danışan, indiyə kimi olan şəxs Dambraskasdır. Birinci mətbuat konfransında 13 dəqiqə oyunun bütün detallarını analiz elədi. Dedi ki, bu belə birinci hissədə bunu elədik, sol cinahda falan oyuncu səhvlər buraxdı, ona görə qol buraxdıq sağ cinahda, o da Avrokubok oyununda. Dambraskasdan başqa oyun haqqında fikirlərini danışan bir baş məşqçi yoxdur Azərbaycan Premyer Liqasında. Qurbanovdan tutmuş, ən yaxşısına tutmuş, ən üstünə kimi. İnşallah yaxşı olacaq. Güclü oynadıq, bir xala layiq idik, rəqibi təbrik edirik. Hakimlər onu elədi. Flankəs bunu elədi. Atdılar. Oyun haqqında heç kim danışmır. Onun gərək də yoxdur. Neftçi düz edir. Vallahi oyun haqqında heç danışdırmır baş məşqçisini. Deyir sualımı ver. Çünki baş məşqçi yəni standart bir dənə danışıq aparır da. Bir dənə Dambraskas. İndi arada ona da George Kaşkiliyədə yəqin ki, dost tanışlar deyib ki, o da arada çünki o da xaricidir. Portuqaliyalıdır. Görür Portuqaliyada oyun haqqında danışanda Qurban verdiyi ümumiyyətlə yola verir. Oynadılar, qalib gəllər, sağ olsunlar. Nəticəyə oynayırsan. Sual versən, oyun haqqında sual ver. Deyirsən ki, tutaq ki, niyə Ayxan oynamır, oyun haqqında sual ver. Nə bilim, stadion otörtüyü... Ayxan oynamamalı, oyun haqqında sual da əslində yəni. Hə də, yəni stadion otörtüyü niyə bərbaddır, oyun haqqında sual ver. O kişi biz nə ağarıq, ümumiyyətlə bilsən, nə bilim, bu baş məşqçi elə bilirlər ki, yəni şeydir də, yəni biz elə belə yığılmışıq, tamaşaçıyıq, udanda ancaq əl çalmalıyıq, eşq olsun Ayxan Abbasova, eşq olsun, nə bilim, Azər Bağırova, milli komanda bir nömrədir, hər şey zordur deyib yola verməliyik. Belə olmur da, yəni belə olmayacaq da, yəni ən halda biz olduğumuz halda, başqaları olduğu halda, yəni belə olmayacaq. Sizi ancaq tərifləməyəcəklər. Tərifli iş nə vaxt görsəz onu tərifləyəcəklər. Tərifli işə layiq olan yeganə şəxsi belə biz tərifləmirik Qurbanov ki, yəni sən niyə bu qədər aqressiv olmalısan, sən niyə bu qədər nə bilim adamı şeylə oyunda, Atletik Bilbao oyununa ucuzluğuna görə tənqid edir. Yəni təsəvvür et, yəni sən Ayxan Abbasov və yaxud da ki, Azər Bağırov Premyer Liqada qalmağa görə tənqid edirik. Yəni səviyyə fərqinə bax da, Qurbanov Atletikə niyə ucuzsan deyə tənqid edirik. Belə.
Keçək digər mövzuya. Sən dedin ki, Sabahın baş məşqçisi 13 dəqiqə oyun haqqında danışır, oyun haqqında fikirlərini bildirir. Misal üçün 13 dəqiqədə, Yəni 13 dəqiqə, yəni daha çox çəkir digərləri mətbuat konfranslarından belə bir fikir bildirdin. Və digər bir paylaşımına nəzər salacağam burdan yol olaraq. Ayxan Abbasovun bağlıdır. Mətbuat konfransında, yəni baş məşqçiyə milli komanda ilə bağlı sual vermək istəmirsən? Yox, mən verməmişəm. Digər bir həmkarımız sual vermək istəyib. O da deyib ki, milli komanda ilə bağlı sual verməyin. Sonra digər həmkarlarımız burada mətbuat konfransının vaxtının uzandığına görə yəqin ki, etiraz edirlər. Yox, açıq Qəbələdə idi orada. Yəni məsələ belə oldu ki, Qəbələ dedi? Bəli, Qəbələnin adını açıqladı. Bəli. Orada bildirdi ki, Mehman müəllim sual verirdi, milli haqqında sual vermək istəyir. O dedi ki, üzrü sayın, xahiş edirəm mənə milli haqqında sual verməyin. Millinin özünün mətbuat konfransı olacaq. Digər həmkarlarım keçən tur Qəbələ ilə oyundan sonra biz çox danışmışıq. Keçən tur olmayıb, ümumiyyətlə Qəbələ ilə oyundan sonra dedi. Milli haqqında danışmışıq deyə, çox danışmışıq deyə baş məşqçi etiraz elədi ki, bildirdi ki, bəs şeydir. Vaxt uzun çəkir. Mən də bunu ilk dəfədir eşidirəm açıq. Yəni mən yəni belə deyim də, burada təzə deyilik, uzun müddətli bu işin içindəyik və dünya futbolunda baxırıq. Məsəl üçün Fatih Terim millinin həm baş məşqçisi olanda, həm Qalatasaray baş məşqçisi olanda heç kimin duxu üçün deyildi ki, Fatih Terimə deyilsin ki, mətbuat konfransında da, yəni çempionat oyununda sən milli komanda haqqında çox danışma. Olsun Qurbanov millinin baş məşqçisi olanda. İndi həm də Qurbanov AFFA İcra Komitəsinin üzvüdür. Heç kim gəlib Qurbanova deyə bilməz ki, sən AFFA haqqında çox danışma, niyə çox danışsan, vaxt gedir. Sual verir Qurbanova AFFA ilə bağlı. Dəfələrlə. Mən hər uzun müddətli Qarabağın oyunlarına filan getmirəm, yəni açığı. Amma nə vaxt getmişəm, AFFA İcra Komitəsi haqqında sual vermişik. Hər dəfə də cavab verib. Sonra bir vaxt bezdi, bəzi hallarda dedi ki, verməyin. Yenə vermişik. Yenə də səbirlə cavab verib. Çox sual verməyin, özü deyib ki, bu barədə. Çünki bəzi şeylər var ki, biz açıqlaya bilmirik, amma siz onu soruşursunuz. Qərar qəbul olunsun, sonra danışaq. Amma heç kim gəlib belə deyək də, nə bilim, yəni Ayxan Abbasov gəlib Qurbanova indiyə kimi deməyib ki, sən icra komitəsi haqqında çox danışma, mətbuat konfransı uzun çək. Bu nə yanaşmadır. Mən o statusda, yəni rəylərdə insanlar elə bilirlər ki, mən Ayxan Abbasova görə yazmışam, amma elə deyil. Bu Ayxan Abbasovun tərəfində durulan bir statusdur. Yəni səhv başa düşülüb ola bilər, bəlkə yanlış ifadələr, sözlər olub. Qorxur deyirsən mətbuat konfransında. Yox, mən yəni şəxs Ayxan Abbasov qorxur, yox, mənə qəribə gəlir ki, mən əlim üzümdə qalır ki, yəni necə yəni sən millinin baş məşqçisinə deyəsən ki, mətbuat konfransında, çempionatın oyunun mətbuat konfransında mən elə o oyunda sual vermək istirdim. Və mən bunu Ayxan Abbasovda bildirdim. Premier Liqanın lideri komandasında olan futbolçuların heç biri Azərbaycan milli komandasına fayda verə bilməyəcək. Çünki Turan Tovuz Şamaxı oyununda Turan Tovuzun heyətində 11 nəfər əcnəbi var idi. Yəni Filip Ozaviç Azərbaycan vətəndaşlığını alıb Azərbaycan millisində çıxış edir, amma bu əcnəbi vətəndaşdır. Fil oynamır millidə. Bəli, bu Azərbaycan futboluna necə fayda verə bilər bu Turan Tovuz komandası? 11 legionerlə oynayır. Yəni milli komanda, mən Ayxan Abbasovdan bunu soruşmalıyam. Ayxan Abbasovdan soruşmalısan, bəli, amma məncə bunu elə millinin konfransında soruşsan daha maraqlı. Milli konfransında da qərarı qəbul eləyəndə AFFA-nın icraiyyə komitəsi. Hər şey öz yerində gözəldir. Millinin oyununda bunu soruşanda avtomatik Ayxan Abbasov yenə bəhanə eləyəcək ki, bunu Turan Tovuz rəsmilərindən soruşsaz, Turan Tovuzun baş məşqçisindən soruşsaz daha yaxşı olar. Mən indi Turan Tovuz azalmır Ayxan Abbasovun belə olduğu təqdirdə. Hətta məsələ də burasında da azalır. Mən də indi həmin nöqtədə o sualı vermək istəyirəm. İndi durub bir dənə KXB xəbərçisi nəsə deyib, deməyib, Ayxan Abbasov bunun xəttində dəyib, dəyməyib, özü bilər də. Bu mənim işimə mane olursa, yəni mənə kim deyə bilər bu sualı vermə mənə? Yəni niyə deməlidir də? Başa düşürsən, mən Ayxan Abbasova deyə bilərəm, ya KXB xəbərçisiyə deyə bilərəm, Eşqinin yerinə İlkini oynat, İlkinin yerinə Vəlini oynat. Yox, deyə bilmərəm. Onda KXB xəbərçisi də, Ayxan Abbasov da mənə deyə bilməzlər ki, bu sualı vermə. Bəli, cavab vermə. Bəlkə bu sualı KXB xəbərçisiyə də verək. Burada belə bir sual vermə. Olsun digər məşqçilərə. Yəni heç kim də hərə öz işi ilə məşğul. Azərbaycan futbolunun problemi budur ki, hərə öz işi ilə məşğul olmur.
Başa düşürsən nədir? Hərə bir şeylə başlayır. Bu Ayxan Abbasov həm jurnalistlik eləyir, nə bilim, Kaxa AFFA rəsmisi, elə bil ki, AFFA nümayəndəsidir, nədir? Ay kişi, vaxt qoyulub, yarım saat müddət qoyulub, 45 dəqiqə kimi, 1 saata kimi mətbuat konfransı keçə bilər. FFN əsasnaməsinə baxmaq lazımdır bununla bağlı. Yarım saat ərzində mətbuat konfransında iştirak etməlidir. Demək ki, hər məşqçiyə yarım saat verilir. Bu yarım saatdan çox çəkəndə AFFA nümayəndəsi gəlib deməli ki, ay qardaş, xahiş edirik, mətbuat konfransını tez bitirin. Yarım saat keçdi. Digər baş məşqçi Yarım gəlməlidir. saat çəkdiyini mən görməm. Şərt deyil, yarım saat ərzində indi mən o şərt yoxdur. Yəni lazımsız biliblər ki, o şərti ora salmayıblar da. Amma əsasnamədə belə ki, yarım saat ərzində baş məşqçi mətbuat konfransında iştirak etməlidir. Yəni bir baş məşqçi yarım saat ərzində iştirak edirsə, o birisi baş məşqçi yarım saat ərzində iştirak edir. Müddətlə bağlı heç bir problem yoxdur. Yaxşı, heç bir problem yoxdursa, bu Xaxavər sadəcə Qəbələ deyildi də. Qəbələnin baş məşqçisi niyə etiraz edir ki, Ayxan Abbasova ki, sən milli haqqında çox danışırsan. Yaxşı edir. O zaman Qəbələdə keçirilmişdi yoxsa Şamaxıda? Qəbələdə keçirilib ki, qonaq komanda, Qəbələdə keçirilən oyunu deyirlər ki, qonaq komandaya gəlib deyirlər ki, sən çox danışırsan. Çünki qonaq komanda özün bilirsən də, yəni birinci gəlir, sonra ev sahibi komandası gəlir. İndi gözləyib orada. Bir yeri də yoxmuş əslində. Valla nə bilim, bəhanənin arxasınca, yəni bu nə bilim, hər şey qısıtlayırlar. Bizim vaxtımızda əvvəllər, yəni bizim vaxtımızda deyirəm, indi də bizim vaxtımızdır. Əvvəllər, yəni biz təzə başlayanda jurnalistikaya belə bir şeylər yox idi. Mən mətbuat katibindən icazə almaq filan şey yox idi. Oyundan sonra hansısa bir baş məşqçini tutdun, danışdıra bilirdin əlavə. Hətta mətbuat konfransı olur. İndi o qədər qısıtlayıblar. İndi o qədər şey edirlər ki, insanlara, yəni bizim üçün bu dəqiqə artıq hər şey xəbər kimi gəlir. Biz əvvəllər bəzi şeyləri xəbər kimi yazmırdıq ki, bunun nə xəbər əhəmiyyəti var. İndi o qədər xəbər belə deyək, əldə etməyimizi qısıtlayırlar ki, bu AFFA-dakılar olsun, PFL-dəkilər olsun, klublardakılar olsun, elə hamısı. Yəni insanı işindən soyutmağa çalışırlar. Yəni bu da bacarmayacaqlar. Yəni biz əlimizdən gələni eləyəcəyik. Mən yenə də gələn oyunda AFFA, buradan indidən deyirəm, hazırlaşsın Ayxan Abbasov. Gələn oyunda milli komanda haqqında sual verəcəm. Kaxayadan bunu soruşacağam. PFL-dən də bunun araşdırılması üçün xahiş edəcəm ki, yəni mən mətbuat konfransında mütləqdir ki, ancaq oyun haqqında sual verim, yoxsa yox. Belə. Rəşad Sadıqovun bəzi paylaşımları var, diqqət çəkib sosial şəbəkələrdə də tirajlanır. Əliyar Ağayev bildiyimiz kimi Çempionlar Liqasının oyununa təyinat alıb. Arsenalın oyunudur, kifayət qədər diqqət çəkən bir oyundur. Və Rəşad Sadıqov da bunu paylaşıb. Mən pis insanam. Qısa konkret olaraq deyirəm, mən pis insanam və art niyyət axtarıram. Türkiyə Futbol Federasiyası necə hakimlərlə bağlı araşdırmaya başladılıb. Yəni Azərbaycan Futbol Federasiyası da valla, yəni bu iddia deyil ha ki, sabah bizim üstümüzə gələr. Mən sadəcə art niyyət axtarıram arxasında. Mən pis insanam. Qısa konkret deyirəm, pis insanam. Rəşad Sadıqov niyə Əliyar Ağayevi təbrik eləməli? Qısa konkret mənə cavab versin. Hakimi nə qarır, nə edir? Qardaş, sən eləməli deyilsən. Orada sən klub baş məşqçisən. Baş məşqçisən. Demək olar ki, hər şey səndədir. Sən niyə paylaşırsan? Sən kimə göstərmək istəyirsən özünü? Sən Qurbanovdanmı daha çox can yandırırsan Azərbaycan futboluna? Nə bilim digərindənmi, Rəşad Samirdənmi? Özünü yaxşı göstərmək istəyirsən Əliyara. Nə istəyirsən də bax, nə bilim. Sabah bir gün Əliyar bax bir dənə penalti vermədi. Bir dənə sarı vərəqə vermədi. Məncə yazacağam ki, dəstək olur Əliyar Ağayev buna. Yazıb pis insanam mən. Qardaş, mən fake profiləm. Yazmaq istəyirəm elə, ürəyim elə istəyir. Nə deyəsən mən Neftçi azarkeşiyəm. Neftçi Zira oyununda Əliyar penalti verməsə, yazacağam ki, Neftçiyə qarşı Əliyar Ağayev qəsd edir, Rəşad Sadıqovla dostlar deyə. Beləyəm mən. Sonra kim nə deyə bilər buna? Əlimə şans verir, yox, əlimə kozur verir mənim. Klub rəsmisi olanda mən özümdən klubun baş məşqçisi qatılıram 100% haqlısan. Klub sən mənim yaxın dostum olmusan və illərdir də belədir. Amma klub rəsmisi olanda mən yəni sənin şəklini paylaşmağım biraz necə çıxardı? Hə, yəni ad günüm deyil, təbrik eləyəsən, nə bilim, işlə bağlıdır. Hə, ilkin plan işə gedib məsələn offsite-ə keçmişdin o zaman, offsite-ə keçmişdim. Hə, şəxsi təbrik yaza bilərəm ilkin necədir işlərin, amma bunu sosial şəbəkələrdə paylaşmış olsaydım, bizim digər həmkarlarımız mən %100 əminəm ki, elə düşünəcəklər ki, yəni istənəm ilkindən daha çox dəstək olur, xəbər ötürür. Təkcə bununla bağlı deyil. Yəni Qarabağ Avropa Liqasında, Konfrans Liqasında, nə bilim, Çempionlar Liqasında qalib gəlir.
Uğurlar Qarabağ şey yazır Rəşad Sadıqov paylaşma edir. Qardaş, mən onda bax Qarabağ Zirə oyununu necə ciddiyə alım. Bax bir komandanın baş məşqçisi gələn tur üz-üzə gələcəklər misal üçün deyirəm ha. 3 tur qabaqdan Qarabağ Kopenhagenlə oynayır. Rəşad Sadıqov paylaşır. Qardaş bildik də kapitanı olmusan, uzun illər vermisən, sən o Çempionlar Liqasında qantar tökmüsən, qutardı ay Rəşad Sadıqov. Sadəcə Galatasaray Sən, Arda Turanın başlığı var idi. Hə, yəni sən daha Qarabağın kapitanı Rəşad Sadıqov deyilsən. Sən Zirə Futbol Klubunun baş məşqçisi Rəşad Sadıqovsan. Sənin bu elədiyin Zirə Futbol Klubuna qarşı hörmətsizlikdir. Sənin bu elədiyin Azərbaycan futboluna qarşı hörmətsizlikdir. Çünki insanlarda şübhə yaradırsan. Günahkar da özün olursan. Nəyə görə günahkar? Neftçi azarkeş fikirləşir ki, Rəşad Zirə ilə oyunlarda, Qarabağla oyunlarda Zirəyə xal verir Qarabağ. Əliyar Ağayev, bəli. Yox, Qarabağ, Uğurlar Qarabağ paylaşımı edirsənsə, bir neftçi azarkeş də fikirləşir ki, Rəşad Sadıqova Qurban Qurbanov xal verir. Başqası fikirləşir ki, tərsinəsi olur. Rəşad Sadıqova Qurban Qurbanova xal verir. Qardaş, Uğurlar Qarabağ yazmaq istəyirsən, gedərdin Qurban Qurbanovunu Zahir Tağzadə kimi, nə bilim, Elçin Rəhmanov kimi köməkçisi olardın. Olardın o komandada. Onu da rahat paylaşardın. Uğurlar komandam. Yəni sən komandanın baş məşqçisən, Zirənin. O da Zirə farm klubdur. Yox, Zirə lazımsız klubdur onda Rəşad Sadıqov üçün. Yəni Zirə nədir? Özün göstərmək üçün bir podiumdur, nədir? Yəni komandaya işlədiyin yerə niyə hörmət eləmirsən? Mən də çox maraqlıdır. Orxan Məmmədov buna belə şeylərə bir söz demirmi? Yəni yəqin öyrəşiblər artıq bu situasiyaya. Nə bilim, mən açığı bu paylaşım məsələsində bir yekun bir fikir bildirmək istəyirəm ki, mən ümumən artıq Qarabağ Çempionlar Liqasında vəsiqə qazandı. Tamam, təbrik edirəm. Heç onu da qəbul edirəm. Neftçi təbrik eləmədi. Düzgün addımdır. Bəli, təbrik edirəm. Bunu eləməlisiniz. Siz rəqibsiniz. Yəni bu bilirsiniz necə? O sizin bacarmadığınızı bacarıb gəlib Çempionlar Liqasında. Fağlı eləməlisən, nəsə. Yəni qısa konkretcə mən niyə orada yoxam da? Yəni Qarabağ özünü təmsil edir orada. Bu ölkə liqası deyil, ölkəni təmsil etmək bir necə deyim, bir mötəbər bir yarış deyil ki, necə mötəbər bir yarış deyil ki, ölkə bayrağı altında yarışasan. Elə mən Paris Saint-Germain çempion oldu, Fransa çempion oldu sözünü eşitmədim mən. Fransa illərdir. Bayern München çempion olanda Almaniya çempion oldu sözünü eşitmədim. Əksinə Dortmund azarkeşi, digər Leverkusen azarkeşi həmişə bunu, yəni digər kluba uğurları arzulayırdı. Bu belə olmalıdır. Belə bir şey görmüşük. Hə, bu gün Qarabağ Chelsea-ni udacaq. Digərlərindən hamı oturub paylaşım gözləyir ki, Zirə mütləq təbrik eləməlidir, Araz Naxçıvan mütləq Qarabağı təbrik eləməlidir ki, hə bizi qürurlandırsın. Kimi qürurlandırır? Azərbaycan ordusunun qələbəsi deyil. Qarabağ Azərbaycan xüsusi təyinatlı futbol klubu deyil ki, yəni bunu milli komandanı təbrik edə bilərsən, sözsüz. Milli komandadır. Təbii ki. Qarabağda nə bilim antiterror keçirir, ordumuzu təbrik edə bilərsən futbol klublarını. Mən dünya heç bir yerdə görməmişəm ki, yəni ən yaxınımız Rusiya deyək, ya Türkiyə deyək, İran deyək. Traktor sazını kim təbrik edir? Azərbaycan klublarından başqa, İran klublarından hansısa biri çempion oldu. Heç kim. Ki rəqibdirlər ya bizə. Onda futbolu sən şübhə altına salırsan ya futbolu. Sən şeyi birinci liqa klubları idman prinsiplərində pozursan. Bəli, elə bir hazırda elə bir təbliğat aparılır ki, yəni hər oyun sən Allah Jorj Kaşkiliyə necə inandıra bilərsən ki, bax o da Instagramdan çox istifadə edir Jorj Kaşkiliyə. Uğurlar Qarabağ yazan baş məşqçinin həmin komandanın oyunda ciddi mübarizə aparacağına necə inandıra bilərsən? Bax. Ya da ki Dambraskası necə inandıra bilərsən? Mən olsam inanmaram. Məzələnməz Dambraskas. Məncə Samir Abbasov da inandırmaq olmaz. Nəinki. Bildim, Dambraskas gedib öz ölkəsində məzələnməz ki, ala. Mən bir dənə çempionatda işləyirəm. Orada əsas rəqibimiz bir komandadır, Zirədir. O komanda götürüb Qarabağ Çempionlar Liqasında uğurlar arzu edir də, yəni mırtdaşar da, yəni məzəllərdə oturub, yəni çayxanada oturub damla oynayır, deyir ki, mən hara düşmüşəm. Pulun xatirinə, mən də burada mən də öz Dambraskasda mırtdaşarlar ki, sən orada nətər şey edirsən də, necə dözürsən də, orada çıx gəl də konkret razılaşıblar da, bu çempion olacaq, bu da ona ikinci olacaq. Dambraskasın dostanışları belə fikirləşir. Jorj Kaşkilyanın dostları belə fikirləşir. Yəni qardaş birlikdə dostsuz da, yəni ən doğma dostsuz, qardaşsız, ürəksiz.
Şu da bəsdir də, futbolda eləməyin də bunu. Allah and olsun. Məncə Intersmuk söhbətinə döndüyə də burnumuzdan gəldi. Özümüz edirdiniz də Intersmuk söhbəti qardaş. Sponsorlar ikisi də beynəlxalq bank idi. Aləmi qatırdıq hamı bir-birinə də qutardı da bu söhbət. Qardaşsız qardaş yerində bir qutardı da. Bizim də dostumuz, qardaşımız vardı da. Bir jurnalist mənim öz saytım var da qardaş. Mən başqasının uğruna niyə sevinim ki? Yəni digərləri hamısı mənim düzdür, həmkarların hamısı həmkardır, dostdur, tanışdır. kənarda həmkar Bəli, kimi hörmət amma eləyirsən. onun uğuru mənim uğurum iş deyil. sferasında bəli, təbii ki. Özümün uğuru daha çox olsun. Sən də daha çox çalışardın. Bəli, daha mən çox başa məktəb düşürəm ki, qoyardın. burada məni linçləyəcəklər, çox pis sözlər deyəcəklər. Yaxşı idi. Mən pis insanam qardaş. Mən belə fikirləşirəm. Məncə pis insan deyil də daha çox peşəkarlığa önəm verən bir insansan. O bu fikirlərin ondan. Bu gün Rəşad Sadıq haqqında çox danışdıq. Mən Rəşad Sadıqovu təriflədiyim üçün rahat yata bilərəm. Təbrik edirəm. Yəni mən onun Rəşad Sadıqovun futbol məşqçisi kimi şəxsiyyət və oyun ortaya qoymağının barəsində yəni tərifləmişəm, fikirlərimi bildirmişəm ki, Rəşad Sadıqov bir neçə yəni qalsa, həm yaxşı məşqçi kimi də yəni öz sözünü deyəcək, həm də nəticə verəcək ki, verdiyini də düşünürəm. Amma sən də dedin ki, bu düşüncə tərzindən uzaqlaşmaq lazımdır. Yəni biraz da həqiqətən günün. Beyin yandı. Yəni düşüncə tərzindən biraz da uzaqlaşmaq lazımdır. Məncə çox danışdıq. Bu gün uzun müddətlik, bir ay çəkmirik deyə. Və bir aydan çox da artıq Nə qədər çəkmirik. mövzu da çoxdur. Yəni Mövzu da Qurban çoxdur. Qurbanov şirkət məsələsi qaldı, amma yekunlaşdıraq. Yekunlaşdıraq. Bəlkə həftəyə ikinci bir verilişimizi də çəkərik. Bu izləyicilərimizə əgər bu verilişimiz çox maraqlı gələrsə, mövzularımız çoxdur, müzakirələrimiz genişdir. Növbəti verilişdə görüşənədək. Sağ olun, salamat qalın.